Belə bir maraqlı sualımız var. 107-ci sual. Verilən fonetik əlamətlərin daşıyıcısı olan sözü tapın. Yəni, burada verilən bu əlamətlər hansısa bir sözə aid olmalıdır. Yazışı deyiliş arası 3 fərqli məqam olmalıdır. Xüsusi hərf işarəsi olmayan 2 səs olmalıdır həmin sözdə. Yəni, xüsusi hərf işarəsi olmayan səslərimiz hansılardır? K səsidir və İ səsidir. Bunların xüsusi hərf işarəsi yoxdur. Sonra qarşılığı olmayan 4 samit var həmin sözdə. Qarşılığı olmayan 5 dənə samitimiz var. Ümumiyyətlə, biz bu 5 dənə samitdən 4-ünü həmin sözdə axtarmalıyıq. Hansılardır? L, M, N, R və H səsləri. Ni həmin sözdə axtarmalıyıq. Bunların 4 dənəsini. Ahəng qanuna tabe olmalıdır həmin sözümüz və səslə hərflərin sayı bərabər olmalıdır. A variantı asanlıqla necə tələffüz olunur? Asanlıqla formasını tələffüz olunur və burada asanlıqla hərflərin sayı səslərin sayından az olur. Yəni, səslər artıqdır burada. 9 hərf, 10 səs var. Bu baxımdan bizə lazım olan variant deyil. Cadugərlik ahəng qanuna tabe deyil. Qalın saatdə, sonra da incə saatdə gəlir. Ahəng qanunu prinsipini pozur. Bizə isə lazım olan ahəng qanuna tabe olsun. Bu baxımdan C variantına çıxırıq. Sonra bağışlanmaq necə tələffüz olunur? Bağışlanmaq formasında tələffüz olunur. Bağışlanmaq formasında tələffüz olunur. Bizə lazım olan K, bir də İ səsləri burada yoxdur. Buna görə B variantında çıxırıq. Dumanlanmaq formasında tələffüz olunur. Bizə lazım olan K və İ səsi burada olmadığı üçün D variantına çıxırıq. Gəldik Y variantına. Fərqlənmək necə tələffüz olunur? Fərqlənmək formasında tələffüz olunur. Deməli, yazışda deyilmiş 3 fərqli məqam varmı? Bəli, var. Q-ya keçdi. Bu bir fərqli məqamımız. N, M kimi tələffüz olunur. Bu 2 fərqli məqamımız. Q da İ kimi tələffüz olunur. Bu 3 fərqli məqamımız. Deməli, bu ödəyir, bu variant. Xüsusi hərf işarəsi olmayan 2 səs var. Xüsusi hərf işarəsi olmayan, yəni K və İ səsi var burada. K səsimiz budur, İ səsimiz də buradadır. Bu variantda ödədir. Qarşılığı olmayan 4 samit var. Qarşılığı olmayan 4 samitimiz R, sonra L, M, 4 dənə səsimiz var. Bu da düz variantdır. Ahəng qanuna tabedir. Bəli, incə saatdən ahəng gözləməkdir. Ələr. Bu da bu variantda ödədir. Səslər hərflərin sayı bərabərdir. Bəli, nə səs düşümü, nə də səs artımı olmadığı üçün bu variantda ödədir. Cavabımız oldu E variantı.